Salam əziz müəllimlər. Mən kurikulum təlimçisi Hüseynova Aytən, MİQ və sertifikasiyaya hazırlaşan müəllimlər üçün növbəti test izahını sizlər üçün paylaşacağam. Baxırıq testimizə. Birinci testə baxaq. Müəllim təşkil etdiyi layihə işində günlar dinləmədiyi üçün bu layihəni hazırlaya bilmədi. Günlarda emosional sahənin hansı mərhələsi inkişaf edib? Bildiyiniz kimi, əziz müəllimlər, taksonomiyanın 3 sahəsi var idi. Biri idraki sahə, digəri emosional affektiv və psixomotor sahə. Əlbəttə ki, müəllim təşkil etdiyi layihə işində günlər dinləmədiyi üçün layihəni hazırlaya bilmirsə, deməli şagird nə edib? Dinləməyib, qəbul etməyib. Bu da qəbul etmə mərhələsi olacaqdır. Dinləmək, diqqətlə dinləsəydi müəllimi qəbul etmiş olardı. Amma dinləməyib, deməli qəbul etmə mərhələsi olacaq. Baxırıq digər testdə. Fərqli olanı seçin. Sağlam həyat tərzi keçirmək bu vəzifədir. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək bu da təhsil alanın vəzifəsidir. Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək yenə də təhsil alanın vəzifəsidir. Digərinə baxırıq. Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, bu da hüquqdur. Deməli, digərləri şagirdin vəzifəsi oldu. Ancaq D variantı hüquq olduğu üçün elə D variantı da fərqlidir. Bizdən də fərqli olanı istəyirdi. Keçid alırıq digərinə. Samirə fikirlərini düzgün qura bilmədiyi üçün ünsiyyət problemi yaşayır. Samirədə Daniel Golemanın nəzəriyyəsinin hansı mərhələsi inkişaf etməlidir? Əlbəttə ki, müəllimlər, bu olacaq münasibətlərin idarə edilməsi. Çünki burada düzgün qura bilmir fikirlərini, ünsiyyət problemi yaşayır. Ünsiyyət problemi də yaşayırsa, deməli digər insanlarla münasibəti olmayacaq həmin şagirdin, münasibətlərin idarə olunması olacaq. Baxırıq digərinə. Qeyd edim ki, 4-cü testə baxırıq. Səhər tezdən durmağın sağlamlıq üçün yəqin sağlam olduğunu bilən Hüseyn səhərlər tez durmağa çalışır. Bu hansı düşünməyə aiddir? Əlbəttə ki, bu olacaq deduktiv. Çünki səhər tezdən durmaq sağlamlıq üçün faydalıdırsa, qaydanı bilir, daha sonra qaydaya əsasən hərəkət edir, ümumi qaydadan özü üçün nəticə çıxarır. Bu da deduktiv mühakimə olacaq. Digərinə keçid alırıq. Formativ qiymətləndirmənin vacib xüsusiyyətlərinə aid deyil. Formativ qiymətləndirmə gündəlik qiymətləndirmədir. Əlbəttə ki, bu da konstruktiv rəy var idi. Formativ qiymətləndirmədə təlim nəticələrinin uyğunluğu bu da var idi. Effektiv sual-cavab, sinif tapşırıqlarının təşkili, bəli, bu da var idi. Amma qiymətləndirmə meyarlarının olmaması, qiymətləndirmə meyarları olmalı idi. Amma olmaması əlbəttə ki, bu yox idi. Keçid alırıq digərinə. Şagird yeni bir məlumatı daha çox digərlərini dinləməklə öyrənə bilir. Şagirdin öyrənmə tərzini müəyyən edin. Burada da əlbəttə ki, müəllimlər olacaq audial öyrənmə tərzi. Audial öyrənmə tərzində şagird dinləyir, dinləməklə öyrənir, səsli olaraq öyrənirsə, audial nə idi? Ümumiyyətlə, öyrənmə tərzi, 4 öyrənmə tərzi var idi. Audial öyrənmə tərzi, bunlar eşidərək, səsli olaraq dinləyib öyrənirdilər. Vizual, görüntü olaraq görüb nə isə yadda saxlayırdılar. Kinestetik, toxunaraq hərəkət idi. Oxuyub yazaraq, burada oxuyub yazaraq öyrənirdilər. Keçid alırıq digərinə. Müəllim şagirdə başa salır ki, sizin etdiyiniz düzgün deyil. Niyə axı belə etdiniz? Mən demişəm ki, dalaşmayın. Salih isə biz heç nə etməmişik, dalaşmamışıq. Sadəcə fikrimi deyirdim. Bu hansı mühakiməyə aiddir? Bu da əlbəttə ki, müəllimlər olacaq çox mənalı danışmaq. Çünki deyilən fikri bilə-bilə fərqli istiqamətlərə yönəldir. Danışanın fikrini fərqli istiqamətə yönəldirsə, bu çox mənalı danışmaqdır. Eyni fikri səsləndirir. Sadəcə deyir ki, biz dalaşmamışıq,
Hə, dalaşmamışıq. Bir dəqiqə, başa salır ki, üzrlü sayın, diqqətlə buna baxım. Deməli, şagirdə başa salır ki, sizin etdiyiniz düzgün deyil. Bəli, bəli, çox mənalı danışmaq olacaq. Digərinə keçid alırıq. Müəllim Aysunun həvəsinin, musiqiyə olan istedadını bildiyi halda onu irəli aparmır. Burada hansı pedaqoji tələb pozulub? Bu da əlbəttə ki, olacaq C variantında şagird yönümlülük. Çünki şagird yönümlülükdə nə idi? Şagirdin marağını nəzərə almalı idi, onun potensial imkanlarını inkişaf etdirməli idi. Amma burada onun istedadını bildiyi halda onu irəli aparmırsa, deməli burada şagird yönümlülük, şagirdin istəyin, marağın, potensial imkanlarını inkişaf etdirmir ümumiyyətlə. Digərinə keçid alırıq. Müəllimin təlimatları əsasında şagirdlər laboratoriyada reaksiyalar aparırlar. Bu zaman şagirdlər psixomotor taksonomiyanın hansı mərhələsindədir? Təlimatı əsasən edirlərsə, ümumiyyətlə müəllimlər yazılı və şifahi təlimatı harda görsək, bu manipulyasiya olacaq. Baxırıq 10-cu testdə Ayxanın valideyni xəstə olduğu üçün o heç bir yerdən pul tapa bilmir və yaxın qonşularından pul oğurlayır. Qonşu bunu bilib, mən də elə çətin vəziyyətdə ola bilərdim. Mən də belə bir şey edə bilərəm. Nə olursa olsun, əsas bir insan həyatından söhbət gedir. Ona görə onu başa düşmək olar. Mənəvi inkişafın hansı mərhələsindədir? Bəli, müəllimlər, deməli burada universal etik prinsipi olacaq. Çünki bu 3 mərhələ 6 səviyyədən ibarət idi. 3 səviyyə, daha doğrusu 6 mərhələdən ibarət idi. Burada da universal etik prinsip deməli birinci konvensional idi, prekonvensional, postkonvensional idi də. Həmin orada universal etik prinsipi idi ki, ən axırıncı deməli bu mərhələ idi. Burada insani keyfiyyətlər, mənəvi keyfiyyətlər insanda formalaşmış olurdu. Bu da universal etik prinsipi idi. Çünki burada deyir insanın həyatından söhbət gedir. Nə olursa olsun, əsas odur ki, bir insan həyatından söhbət gedir. Ona görə onu başa düşür. Deməli, bu universal etik prinsipdir. Digərinə keçid alırıq. Deməli, burada qeyd edir ki, müəllim bir müddət dərsdə müşahidə apardıqdan sonra müəyyən etdi ki, şagirdlərdən biri sual-cavab prosedurunda zəif iştirak etsə də, tapşırıqları düzgün yazır. Müəllimin ilkin fəaliyyəti ilə bağlı deyilən fikirlərdən hansı yanlışdır? Bəli, müəllim sual-cavab prosedurunda şagirdlərə gözləmə vaxtı verib. Bəli, elə bu yanlışdır. Çünki müəyyən etdi ki, şagirdlərdən biri sual-cavab prosedurunda iştirak etsə də, tapşırıqları düzgün yazır. Əslində bu situasiyada bizdən yanlışı istəyirdi. Elə yanlışımız da A variantı olacaq. Digərinə keçid alırıq. Və burada da qeyd edir ki, müəllim şagirdlərə mübahisəli sual verdi. Şagirdlərin hər biri suala cavab verməklə öz fikirlərini ifadə etdilər. Bəzi şagirdlər yoldaşlarının fikirləri ilə razılaşmadığını emosional şəkildə göstərdi. Verilmiş situasiyada Piaget, Goleman və Gagne nəzəriyyəsinin hansı mərhələsi, şəxsiyyətin xarakterinin formalaşmasının hansı səviyyəsi əks olunub? Bəli, burada da deməli şagird hər bir suala cavab verir, öz fikrini ifadə edirlər. Bəzi şagird yoldaşlarının fikirləri ilə razılaşmadığını emosional şəkildə göstərirsə, bu özünü idarə etmə olacaq. Sonra bəli, özünü idarə etmə olacaq bu. Daha sonra çünki öz emosiyalarını yəni emosional olaraq buna reaksiya verirsə, bu özünü idarə etmə olacaq. Digəri isə artıq bu cür məsələlərdə, bu cür yəni müzakirəli məsələlərdə iştirak edirsə, bu formal əməli olacaq və deməli olacaq şagirdləri dərsə cəlb etmək. Bu da Robert Gagne'nin nəzəriyyəsi və qeyri-rasional şuur dövrü, yəni B variantı olmuş olacaq. Digərinə keçid alırıq. Mövzunu anlamayan şagird müəllimdən kömək istədi. Müəllim şagirdə yönəldici suallar verməklə onun özünün verdiyi suallara cavab tapmasına şərait yaratdı.
Situasiyaya əsasən müəllim hansı nəzəriyyəyə və etik davranış prinsipindən hansına əməl etdi? Bu da olacaq, əlbəttə ki, müəllim şagirdə yönəldirici sual verməklə onun özünün verdiyi suala cavab tapmasına şərait yaradırsa, bu Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsi olacaq və vicdanlıq prinsipi olacaq müəllimin etik davranış qaydalarından. Keçid alırıq digərinə. Piagetə görə uşaqlar başqalarının fikirlərini qəbul edə bilmirlər. Hansılardır bu? Bu da əlbəttə ki, ilkin əməli mərhələdə olanlar. Çünki onlarda mən mərkəzçiliyi var, egosentrizm var. İlkin əməli mərhələdə 2-7 yaş aralığını əhatə edirdi. Piaget'in ümumiyyətlə nəzəriyyəsində deməli, zehni inkişafın mərhələləri nəzəriyyəsi idi. 4 mərhələ var idi. Hissi hərəki mərhələ 0-2 yaş aralığı, 2-7 yaş aralığı ilkin əməli mərhələ, daha sonra 7, 11, 12 yaş olur konkret əməli və 12, 11, yəni yuxarı yaş, ondan da yuxarı yaş olacaq əlbəttə ki, formal əməli mərhələ. Keçid alırıq digərinə. Divergent düşüncəyə aid olmayan hansıdır? Problemin çoxlu mümkün həll yolunu düşünmək. Divergent, yəni bilirik də necə idi. Burada əlbəttə ki, problemin bir mümkün həll yolu var. Bu konvergentə aiddir. Çünki divergent düşüncəyə malik olan insanlar çoxlu mümkün həll yolu düşünürlər. Yaradıcı təfəkkürü inkişaf edir onların. İdeya və fikir toplama prosesi, ümumiyyətlə onların bu kimi bacarıqları çox yüksək olur. Amma bir mümkün həll yolu varsa problemin bu konvergent düşüncəyə aid olacaq. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Zəhmət olmasa kanala abunə olaq və videonu bəyənir, şərh bölümündə də şərhlərinizi gözləyəcəm.